ibadət eləyir, özü öz ibadətindən insan sıxılır. Çünki bir qadın hicab taxıb, bəlkə də imkanı olsaydı açardı, rahatlaşardı. Hansısa bəlkə də qınaqlardan narahat qalıb. Ya hansısa qorxular bizi saxlayıb, qorxur məsələn eləməyə ki, bəla gələr. Hansısa bir qorxulardır bizi məsələn bəzi əməllərdə bizi kontrolda saxlayıb sanki. Din belə qorxutmaq üçün nazil olmayıb. Sadəcə olaraq biz qəlb gözü ilə ki Allaha görə bilmirik deyə ya qorxuruq bir şey eləyirik. Ya da bizi o qədər şövqləndirməlidirlər ki, o qədər həvəsləndirməlidirlər. Dünyada indi bir yerə gəlib ki, bütün mövzularda o həddə motivasiya lazımdır ki, yəni bu həddə motivasiya ilə mən nə qədər yol gedə bilərəm? Yəni sən məni bu qədər ümidlə nə qədər apara bilərsən? Sən nə vaxta qədər mənə ümid verəcəksən, mən sənin ümidinlə bir-iki addım yol gedəcəm. Bu bir-iki addımlıq yollar deyə, yəni sənin mənə verdiyin ümid balaca kəsilən kimi görəcəksən ki, mən tamam başqa yerdəyəm.